Lütfüzadə adına riyaziyyat və məntiq olimpiadasının final mərhələsi üçün daha bir suala baxırıq. Deməli, sualda nə deyir? Asif və Arif konfetləri aralarında bölüşdürürlər və hər birində nə qədər olduğunu demir. Sadəcə bölüşmənin prinsipləri göstərilir. Deyək ki, burada bir Asif olsun, burada Arif olsun və nə deyir? Deyir, Asif Arifə onda, yəni Arifdə olan qədər konfet verir. Onda mən Asifi bir A ilə, Arifi də B ilə qeyd eləsəm, Asif Arifə, yəni B qədər konfet verəcəksə, mən Asifdən həmin o B-ni çıxacam və Arifin üzərinə gələcəm. Onda Arifdə nə olacaq? 2 vuraq B olacaq. Yəni 2B olacaq. Daha sonra Arif Asifə, bu dəfə tərsinə deyir, Arif Asifə, Asifdə qalan qədər konfet verir. Bu dəfə yəni 2B-dən çıxacam, A çıxaq B-ni, A çıxaq B-ni çıxacam 2B-dən və onda Asifdə nə qədər olacaq? 2 vuraq A çıxaq B olacaq. Və bu hadisələr olduqdan sonra hər ikisində 8 konfet olur. Onda nə olacaq burada? 2 vuraq A çıxaq B bərabər 8. Buradan baxacam ki, A çıxaq B bərabər nə olacaq? 4 olacaq. Onda bunun yerinə, yəni bax bu ifadədə, sağdakı ifadədə mən aparıb burada 4 yazsam, nə olacaq burada? 2B çıxaq 4 bərabərdir 8. Niyə? Çünki hər ikisində 8 konfet qaldığını demişdi. 2B buradan bərabər 12 olacaq. B bərabər 6 olacaq. B burada kim idi? Arif. Bizdən kim istəyir? Asifi. Asif isə A idi. Yəni A çıxaq B bərabər 4 olduğuna görə A çıxaq 6 bərabər 4 olacaq. Onda A buradan bərabər 10 olacaq. Bu sual üçün düzgün variant B variantı.